Bismillahirrahmanirrahim. Assalamu aleyküm, hörmətli mömin bacı və qardaşlar, əziz izləyicilər. Ramazan bayramı gəldi artıq, yetişib, bir neçə gün sonra Ramazan bayramıdır. Cəmi oruç tutanların Allah orucunu qəbul eləsin, cəmi müsəlmanlar üçün mübarək olsun. Mövzumuz, bugünkü söhbətimiz Ramazan bayramının əməlləri ilə bağlıdır. Başlayaq Ramazan bayramının fitrə zəkatının vacibliyindən. Bayram namazından əvvəl fitrə zəkatını fiqh kitablarda göstərilən qaydada bir kənara qoymaq lazımdır. Bilin ki, fitrə zəkatı təkidli şəkildə vacibdir və Ramazan ayının orucunun qəbul olunmasının şərtidir və insanın gələn ilə qədər xətabəlardan Allahın izni və qüdrəti ilə qoruyar. Allah Teala bu Quran-ı Kərimdə şərif ayədə buyurur: "Qəd əfləhə mən təzəkka və zəkərə ismə rabbihi fəsəllə." Zəkatı namazdan əvvəl zikr edib Allah Teala Quran-ı Kərimdə. Fitrə zəkat kimlərə düşür? Müsəlmanlara, fəqir müsəlmanlara, fəqir möminlərə. O şəxslərə düşmür ki, o pulu günaha xərcləyəcək, içkiyə, başqa Allahın haram buyurduğu vasitələrə xərcləməyinə şübhələr varsa, o şəxslərə fitrə zəkat düşmür. Ən gözəli fəqir müsəlmanlara verməkdir. Yəni namaz qılan, oruç tutan və gündəlik ehtiyaclarını təmin edə bilməyən şəxslər. Zəkat necə çıxılır? Bu iki hökm nə olacaq bilmirəm. Keçən il, yəni 2025-ci il Qafqaz Müsəlmanlar İdarəsi zəkatı 10-15 manat təyin etmişdir. Zəkat hər bir müsəlmana da vacibdir, qeyri-müsəlmana da vacibdir. Qədimdə Səfəvilər dövlətinin vaxtı qeyri-müsəlmanlara da alimlərimizin fətvasına əsasən qeyri-müsəlmanlar da, başqa din mənsubları da yoxsullara fitrə zəkat çıxırdılar. Bu onlar üçün də vacib idi. Bugünkü gündə alimlərin hökmü bu yöndədir, yəni yaxşılıqdır bu. Yoxsullara əl tutmaqdır, ailə üzvünün hərəsi üçün, istər körpə olsun, hər biri üçün vacibdir. Ailə kimin öhdəçiliyindədirsə, həmən şəxs fitrə zəkatını çıxmalıdır. Yəni, bu müstəhəb əməl deyil, vacib əməldir Quranın hökmünə əsasən. Digər məsələ odur ki, kimlərə vacibdir? Aqil olan şəxslərə, həddi buluğa çatmış şəxslər fitrə zəkatını çıxmalıdır, yoxsul olmamalıdır. Hətta qadın, üzr istəyirəm ana bacılardan, böyüklərimizdən hamilədirsə, Ramazan bayramının axşamı, yəni səhər namaz qılınacaq, bugün fitrə zəkat çıxma axşamıdır, dünyaya uşaq gətirərsə, onun da fitrəsinin çıxmalısınız. Əgər yox, ana hamilədirsə, bətnindəki uşağa fitrə düşmür. Yoxsullara da müstəhəbdir ki, pulu olmayanlar da fitrə çıxsın, necə çıxsın? Məsəl üçün, ən az 10 manat, 15 manat arası götürülür Qafqaz Müsəlmanlar İdarəsinin hökmünə əsasən. Ev kimin öhdəçiliyindədirsə, evin kişisi, məsəl üçün, ya anası, ya atası kimdirsə, o ailənin qəyyumu, həmən şəxs birinci, bir nəfər üçün fitrə zəkatı çıxsın, onun öz ailə üzvlərinə düşür, digərinə versin. Digəri də o götürdüyü məbləği yenə də fitrə zəkat niyyətinə çıxsın, digərinə versin. Bu minvalla bir-birinə ötürsünlər fitrə zəkatımı çıxıb deyərək. Onlara çünki düşür yoxsulluq olduqlarına görə. Və sonuncusu, ailənin üzvünə verməsin. Sondakı kimə gəldi, ailə üzvlərindən çıxdı bu fitrə zəkat, başqa bir yoxsula versin. Yəni 5 nəfər, 10 nəfərlik külfətdirsə, yoxsulluq içində yaşayırlarsa, fitrə zəkatını bir nəfərinkini ən azından çıxsınlar və dediyimiz şəkildə. Ramazan bayramının qüslu da vacibdir. Daha yaxşı olar ki, çayda yerinə yetirəsiniz. Yəni çayda qüsul alasınız. Qüslun vaxtı, Ramazan bayramının qüslunun vaxtı, Ramazan namazının qılınacağı gün, bayram günü, sübh gün doğandan, deməli, namazın qılınan vaxtına, bayram namazının qılınan vaxtına candır. Qüsul niyyəti, Allahım niyyət edib Ramazan bayramının qüslunu alıram, vacibən, qürbətən ilallah. Qüslu alandan sonra müstəhəbdir ki, deyəsiz, ilahi, bunu günahlarıma kəffarə və dinimi təmizləyən et. İlahi, məndən
çirkinlikləri yox edir. Bayram namazında olmaq yaxşıdır ki, getdiyiniz yoldan qayıtmayasınız. Namaza gedərkən bir yolla, qayıdarkən başqa yolla gedəsiniz. Məkkə şəhərindən kənardasınızsa, müstəhəbdir ki, açıq səma altında torpağın üzərində qılasınız bayram namazını, Ramazan bayramının namazını. Bayram namazını qıldıqdan sonra müstəhəbdir ki, xanım Fatimə Zəhra salamullah əleyhanın zikrini demək və 100 dəfə əl-əfv, ilahi əfv et, əfv et, əfv et, əl-əfv, əl-əfv, əl-əfv 100 dəfə bu zikri demək bayram namazından sonra müstəhəbdir. Əvvəldə qeyd etdiyimiz kimi, yaxşı olar ki, namazı bitəndən sonra, cəmaatla bayramlaşandan sonra evinizə namaza getdiyiniz yoldan yox, bir başqa yolla qaydasınız. Bayram əməlləri haqqında bu qədər. Bir daha əvvəlcədən cəmi müsəlmanların Ramazan bayramını təbrik edirəm. Allah Taala müsəlmanları xoşbəxt eləsin. Hamı hər birinizə neçə belə gözəl Ramazan bayramları nəsib eləsin, səhhət, sağlamlıq nəsib eləsin. Gözəl şəkildə Ramazan bayramınızı keçirəsiniz, orucunuzu tutasınız. Allah Taala bütün hacətlərinizi, dualarınızı bu Ramazan ayına xatir qəbul eləsin. Həzrəti Peyğəmbərimizin gül camalına səlavat zikr edəyin. Allahümmə səlli alə Muhammedin və ali Muhammed və əcir fərəcəhəm. Sağ olun, Allah'a emanet olun.